Əsas odur. Müsəlmanların müqəddəs kitabı hansıdır? Kur'an-ı Kerim. Əhsənt, Quran-ı Kerim. Allahümme bərik. Gəl Nadir ömür versin sənə. Əhsənt. Bayram təbriklərindən deməli belə bir təbrikdir. Təqabbalallahu minna və minkum salihəl əməl. Allah sizdən də, bizdən də salih əməlləri qəbul etsin. Və bayramınız mübarək olsun. Allah Azze və Cəllə bu bayram münasibəti ilə, bu bayram səbəbi ilə yeryüzünə göndərdiyi bütün xeyir, bərəkətlərdən sizə və sizin ailənizə yazsın. Və həqiqətən də bu günləri hamımız birlikdə Allahın izni ilə bu gözəl Ramazan ayını bizə xeyirlərlə bol olan, Allah Azze və Cəllənin bizim üçün asanlaşdıran əzəmətli bir ayı birlikdə başardıq ki, birlikdə bir-birimizə yardım edərək savablar qazanırıq. Həqiqətən də siz olmasaydınız, biz olmasaydıq, hamımız olmasaydı, biz bunu başarmazdıq. Yəni bu bir nəfərin, iki nəfərin, beş nəfərin işi deyil. Çünki iftar verən hər bir müsəlman istəyir ki, onun iftarından bütün oruçlar yesin. Sadəcə olaraq hər kəsin gücü çatan qədər iftar verir. Yəni biz elələri oldu ki, qardaşlar arasında 100 nəfərlik, elələri oldu 50 nəfərlik, 10 nəfərlik, 20 nəfərlik iftar üçün ortaya pul xərclədi, ortaya pul qoydu. Yəni biz həmin o pulların səbəbi ilə bir vasitə olaraq bütün Ramazan boyunca birlikdə olduq və bu işin öhdəsindən birlikdə gəldik. Ona görə hər birinizə təşəkkür edirik. Allah sizdən də, bizdən də salih əməlləri qəbul etsin. Allah Azze və Cəllə bütün xeyir işləri bizi müvəffəq eləsin. Və bugün bayram günündə çox gözəl proqramımız var. İnşallah hamınızın iştirak etməsi uyğun olardı. Və uşaqlara hədiyələrimiz, bəzilərinə, bəzi qardaşlara hədiyələrimiz olacaq. Ona görə inşallah ki, hər birinizin iştirak etməsi məqsədə uyğun olardı. Allah yardım eləsin, məclisimiz davam edir. Həmişə kimi məclisimizdə söz sahibi, hamınızsız, hər kəsin nəsihət etməyə, tövsiyə verməyə, neysə bir məsələnin, hər hansı bir məsələnin düz görməməyə və yaxud da neysə bir yardım etməyə haqqınız vardır. Yəni burada sadəcə olaraq bir proqram olaraq başda İlqar müəllimlə mən oturmuşuq. Lakin hamımızın burada söz deməyə haqqımız var. Ona görə kim nəsihət etmək istəyirsə, dua etmək istəyirsə, nəsə bir təklifi varsa inşallah müraciət eləsin, vaxt ayıraq, o da öz sözünü desin. Allah sizdən razı olsun və sözü verəm İlqar müəllim. Selamun Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Mən də sizin bayramınızı təbrik edirəm. Təqabbalallahu minna və minkum. Allah bizdən də, sizdən də salih əməllər qəbul eləsin və bizi neçə belə gözəl, xeyirli, bərəkətli bayramları çıxarsın. Və Allah Subhanahu taala hər birinizə bərəkət versin. Nadir müəllimin dediyi kimi, hər biriniz bizim üçün dəyərlisiniz. Bizim məclislərimizi bərəkətlendirirsiniz. Bizim məclisə şərəf verirsiniz. Hər birinizin gəlməyi bizim üçün xoşdur. Və biz sadəcə sizin xidmətinizdəyik. Sizə xidmət göstərmək üçün buradayıq. Və çalışırıq ki, bununla qardaşlıq bağlarımızı qorumağa çalışırıq ki,
qardaşlığı, mehribanlığı qorumağa çalışaq, bir yerdə olaq, bir yerdə Ramazan keçirək, imanımızı əldə etməyə çalışaq. Və bugün də bu bayram süfrəsinə yığışmışıq ki, qoy uşaqlar da əylənsinlər, bayram əhval-ruhiyyəsi keçirsinlər, başqa bayramlarda, batil bayramlarda deməsinlər ki, onların bayramı var, onlar belə edirlər, onlar elə edirlər. Bizim də bayramlarımız var. Yəni, İslamda müsəlmanlara Allah 2 bayram əmr edib, Ramazan, Qurban bayramları. Və bu bayramları da çalışmaq lazımdır ki, gözəl şəkildə keçirək, hədiyyələşək. Evinizdə də ailənizə hədiyyə verin, sevgi qazanın. Çünki hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyuruyor ki, təhəddu təhəbbu. Hədiyyələşin, sevgi qazanın. Və fürsətdən istifadə edib, gələn qonaqlara təşəkkür etmək istəyirəm. Bütün Ramazan boyu bizimlə olan qardaşlara, bir hissəsini bizimlə olan qardaşlara və bu il, hər il bir təşəkkürnamə olaraq hazırlayırdıq yazı şəklində. Bu il dedik ki, şifahi olsa da təşəkkür edək, buna çatdıra bilmədik. Şifahi olaraq hər birinizə təşəkkür edirik. Allah razı olsun. Xüsusilə ağsaqqallarımıza təşəkkür edirik. Məclisimizi bərəkətli edirlər. Çünki hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyuruyor ki, bərəkət sizin böyüklərinizlədir. Böyüklər olan yerdə bərəkət olur. Sonra bu məclis təşkil edən başda bizim başımızda olan, bizə yön verən Nadir qardaşı təşəkkür edirəm. Əziyyət çəkir, məsuliyyəti üzərinə götürür. Eləcə də bu şadlıq sarayını bizim üçün qapıların bizə açan Xəyala və onun komandasına təşəkkür edirik. Onlar da bir ay bizə xidmət etdilər. Eləcə də məclisdə xüsusi əziyyət çəkənlər oldu. Mənsur qardaşdır. Mənsur qardaşı təşəkkür edirəm. Bütün ay bizim üçün əzan verən Harun qardaşdır. Təşəkkür edirik. Eləcə də bəzi əzanlarımızı Anar qardaş verdi. Ona təşəkkür edirik. Və bütün ayı Ceyhun da əziyyət çəkdi. Ceyhuna da təşəkkür edirik. Və adı unutduğum hər birinizə təşəkkür edirik. Və bizim məclisi bərəkətləndirən uşaqlardır, şənləndirən uşaqlardır. Onlara da təşəkkür edirik. Allah hər birinizdən razı olsun. Və indi keçirik bizim şənliyin, bayram şənliyinin birinci etapına. Bu da birinci ən kiçiklərdən başlayaq, uşaqlardan. Onlar çünki intizardadırlar, hədiyyələr gözləyirlər. Ən kiçiklərdən başlayıb onlara hədiyyə verməyə çalışaq, sual cavab edək. Deməli, uşaqların hərəsinin içində bir sual var. Uşaqlar bir-bir partladacaqlar şarları, bir-bir. Deyəcəm, sağdan başlayacaqlar, partladacaqlar. Onun içindən hansı sual çıxdı, o suala cavab verən hədiyyəni götürür. Bu qədər asan. Sağdan, sən. Partlat, hansını istəysən partlat. Birin partlat. Partlat. Sualı ver Mənsur əmiyə. Mənsur, sualı götür oxu. İğne atıyor. Mənsur, iğneye bak. Gəl bura. Biz niyə namaz qılırıq? Biz niyə namaz qılırıq? Allah'a ibadət etmək üçün. Düzdür? Əhsən. Sənə bir dənə zəl. Sabır, gedib evdə açarsan. Yaxşı? Gel bura. Hadi geçsin. Geçsin. Gel otur yerində. Düşme atladan. Hayır pardon, yüzde olur geçer.
Panelleri böyle çek. Aha. Sual verir. Apar vericiler vermem. Apar vericiler vermem sualı. Baxaq suala. Ramazan ayında oruç tutarkən nə yemirik? Nə yemirik? Nə yemirsən? Yoxsa yeyirsən oruç tutanda? Nə yemirsən? Ay sağ ol. Əhsən. Sənə hədiyyə düşür. Buyur. Maşallah. Allahümme bərik. Sen git. Sen git. Kamış götür. Ver vermem. Sual. Müsəlmanlar hansı günlər bayram edirlər? Ramazan bayramı, oruçluq bayramı, bir də Ramazan oruç, bir də Qurban bayramı. Ramazan bayramı, Qurban bayramı. Əhsən, əhsən sənə. Buyur, sənə də hədiyyə. Burada şarası uşaq çoxdur. Bana bak, apar ver vermem. Ben kimidi? Uşaq arasında uşaq çoxdur. Ömər. Gəl Abdullah, gəl. Sənin yerimə partla. Zeyd, sən partlatma. Oynamır o. Abdullah, Quranda neçə surə var? 114. Əhsən, maşallah. Allahümme bərik. Bismillah. Sən onu bəyənmədin, hədiyyəni bəyənmədin. Eləmə. Bütün bu evdə aç. Bir sualı. Məhrəm uşağı götür. İnşallah bunu isteyerek. Sual. Ramazan ayında nə edirik? Oruç tutun. Əhsən, əhsən. Əhsən, Allahümme bərik. Uşaq çoxdur, şarası. O böyükləri yox, böyüklər çıxsın qırağa. Böyüklər çıxsın, Zeyd gelin siz. Siz gelin. Gidin siz. Sizə başqa suallar olacaq. 10 yaş dedin ona göre. Sənin adın nədir? Təbriz. Təbriz. Allahın məscidləri nə üçündür? Məscid nə üçündür? Mescid, Məsciddə nə edirik? mesciddə namaz qılırıq. Əhsənt, əhsənt, maşallah, Allahümme bərik. Əhsənt Təbriz. Mənsur. Mənsur. Sənin adın nədir? İsmail. İsmail. Hər gün neçə dəfə namaz qılırıq? 5. Əhsənt İsmail. Gündə 5 vaxt namaz qılır. Gəl hədiyyəni götür. Allahümme bərik. Bu var, söhbətdə bu var. Ha ha. Əsas odur. Əsas uçlar var. Müsəlmanların müqəddəs kitabı hansıdır? Kur'an-ı Kerim. Əhsənt, Quran-ı Kərim. Allahümme bərik. Gəl Nadir ömür versin sənə. Əhsənt Talha. Sen almışsın 8. Sola aslında bir tane kalıp gel. Sənin adın nədir? Fuad? Rufat. 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 Ha? Rufat? Rufanlı. Rufan. Rufan. Əzan nə üçün oxunur? Namaz qılmaq üçün. Əhsən, namazda çağırışdır əzan. Əhsən. Allahümme bərik. Yani uşaqlar tutar var.
Sənə hədiyyə çıxdı, sualsız hədiyyə çıxdı. Maşallah. Allah'a emanet. Sürpriz. Sualsız kazandın. Sənə də sualsız hədiyyə. Allah'a emanet. Ulan verir. Yaxşı tabii. Gəlmişdi belə. Bir də necəsə sualsız hədiyyə. O tərəfdə bax. Sənə sual çıxdı desin. Uşağın biri kim fırlatır? Oralardan ne? Allah'ın sonuncu peyğəmbəri kimdir? Peyğəmbərimiz kimdir? Əhməd. Məhəmməd, Əhməd, Muhammed Peyğəmbərin sallallahu aleyhi ve sellem adlarından biriydi. Sənə də hədiyyə düşür. Bismillah. Adın nədir? Nurlan. Əhsən, Allah'ın bəri. Sən gəl, sənin üçün bir dənə sual hazırlamışım. Sənin adın nədir? Yunus. Yunus. Peyğəmbərimiz hansı şəhərdə doğulub? Atası bilmiyor. Allah'ıma bərik. Allah övladlarınıza bərəkət versin. Ay Yunus. Bir yarandı. Ne o içinde pul var? İndi qardaşlar, çay içən çayı içsin. İkinci hissəyə keçəcək, o birisi uşaqlara suallara keçəcək. O artıq orada proyektorla orada göstərəcək suallar orada çıxacaq. Və teletayım kimi bir veriliş edəcək. Pauza vereyim. Deməli, uşaqlardan Ömərdir, Ziyaddır, Zeyddir. Sağdan başlayaraq, Ömər. Bax, orada rəqəmlər var. Ora bax. Orada rəqəmlər var. 1-dən 13-ə kimi. Birini seç o rəqəmlərdən. 1-dən 13-ə kimi Ömər. Bir dənə rəqəm seç. Hə? 11. 11 rəqəmi açırıq. İçindən suallar çıxır. Burada 10 dənə sual var. 10 dənə suala daha düzgün, daha tez cavab verən hədiyyəni qazanır. Yox, təkcə sənə sual verir. Deməli, Ömər, bax, sual çıxacaq ora. Sən ora bax. Ramazan Öykülərinəsi 11-ci sual. Qurat qardaşları dəvəti gürdü az. Birinci sual. Quran-ı Kərimin ilk surəsinin adı nədir? Fatihə, Əl-Bəqərə, Yasin, An-Nisa. Düzgün cavab Əl-Fatihə surəsi. Birinci cavab. Mənsur yaz bir cavab. İkinci sual. İslamın 5 əsas şərtindən biri hansıdır? Bax, burada olanlardan. Namaz qılmaq, elm öyrənmək, cəmaatla görüşmək, səbr göstərmək. Düzgün cavab namaz qılmaq, düzdür. Üçüncü sual. Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi ve sellemin ilk vəhyi harada alındı? Hira mağarasında, Məscid-ül Aqsada, Mədinədə, Uhud dağında. Mədinədə səhvdir. Düzgün cavab Hira mağarasında. Dördüncü sual. Ramazan ayında tutulan oruca nə ad verilir? Siyam, zəkat, həc, təharət. Siyam, zəkat, həc, təharət. Qıraqdan deməyin. Siyam, düzgün cavab siyam, düzdür. Beşinci sual. Həc ziyarəti hansı şəhərdə edilir? Məkkə, Mədinə, Küfə, Şam. Həc ziyarəti hansı şəhərdə edilir? Məkkə, Mədinə, Küfə, Şam. Məkkə. Düzgün cavab, düzdür. Məkkə. Altıncı sual. İslamda ən uzun ömür sürən peyğəmbər kimdir?
Nuh, İbrahim, Musa, İsa aleyhisselam. Nuh peyğəmbər, düzdür. 7-ci sual. Müsəlmanların ilk qibləsi harada yerləşir? Qüds, Məkkə, Mədinə, Kərbəla. Kərbəla 100 var. Qüds, Məkkə, Mədinə, Kərbəla. Hara? Düzgün cavab Qüdsdür, səhvdir. 8-ci sual. Hicri təqvimi hansı hadisə ilə başlayır? Hicrət, qiyamət, Bədir döyüşü, məscid tikintisi. Düzgün cavab. Hicrət, qiyamət, Bədir döyüşü, məscid tikintisi. Bilmədim. Biri dinlədə bəlkə tutdu. Hicrət, qiyamət, Bədir döyüşü, məscid tikintisi. Hicrət, düzdür. 9-cu sual. Zəkat nədir? Malın təmizliyi və yardım, dualar, namaz, oruc. Zəkat nədir? Malın təmizliyi və yardım, dualar, namaz və oruc. Malın təmizliyi və yardım, düzdür. 10-cu sual, axırıncı sual. Quran-ı Kərimdə neçə surə var? 114, düzdür. Əhsən. Qabağına yaz ki, 3 dəqiqə 4 saniyəyə cavab verdi. Hə, əhsən Ömər. Neçəsinə cavab verdi? Davam edemeyin. İlqar mənim özü çağıracaq. 8-nə düz cavab verdi. Deməli bu 11-ci sual idi. 11-ci sual. 11-ci sual deməli buradan çıxarıldı. İkinci, Zeyd. Zeyd'in adını yazın. Zeyd, o xanalardan birini seç. 1-dən 13'e ki, 1-dən 11 yoxdur. Yedi. 7'ni açtırıp deməli 7-ci sualda gəlir. Birinci sual. Birinci sual. Peyğəmbərimizin sallallahu aleyhi ve sellem hansı il hicrət etmişdi Peyğəmbərimiz? Hicrətin 1-ci ili, 2-ci ili, 3-cü ili, 4-cü ili. 1-ci, 2-ci, 3-cü, 4-cü. Birini dinlə də. 1-ci, düzdür. 2-ci sual. Ən-Nəs surəsində insanların qorunması üçün nə deyilir? Dua edin, namaz qılın, Rəbbinizə sığının, elm öyrənin. Rəbbinizə sığının, düzdür. 3-cü sual. İslamda haram olan qazanc növü hansıdır? Halal ticarət, hədiyyə, faiz, əmək haqqı. İslamda haram olan hansıdır? Halal ticarət, hədiyyə, faiz, əmək haqqı. Faiz, düzdür. Qıraqdan demiyorum. Qıraqdan demiyorum. 4-cü sual. Peyğəmbərə ilk vəhiy gələn yer haradır? Məscid, Kəbə, Nur dağı, Ərafat. İlk vəhiy gələn yer. Məscid, Kəbə, Nur dağı, Ərafat. Hə? Kəbə səhvdir. Düzgün cavab Nur dağıdır. İslamın ilk illərində müsəlmanlar neçə il Məkkədə yaşadılar? 10, 13, 15, 20. 10, 13, 15, 13 düzdür. Səcdə nədir? Əl qaldırmaq, rüküyə getmək, alnı yerə qoymaq, salam vermək. Səcdə. Namazda səcdəyə geçsən nə deməkdir? Alnı yerə qoymaq, düzdür. Hansı dua tövbə duası kimi tanınır? Rabbena atina, estağfurullah və atubu ileyh, hasbunallah və ni'mel vekil, subhanallah. Tövbə duası, tövbə duası. Rabbena atina hansıdır? Rabbena atina yoxsa estağfurullah və atubu ileyh, yoxsa hasbunallah? Estağfurullah və atubu ileyh, düzgün cavab. Quran hansı mələk vasitəsilə nazil olmuşdur? Mikail, Cəbrail, Əzrail, İsrafil. Quran hansı mələk getirmişdir? Mikail, Cəbrail, Əzrail, İsrafil. Mikail səhvdir. Düzgün cavab Cəbrail. Peyğəmbərimizin ən çox sevdiyi surələrdən biri hansıdır? Kövsər, İxlas, Bəqərə, Fəth. Ay səhv. Geçdi mi? Səhv getdi. 10-cu sual.
Ər-Rəhmən Allahın hansı sifətini ifadə edir? Düz söz. Mənim səhvim oldu. Allahın hansı sifətini ifadə edir? Güclü, bağışlayan, ədalətli, rəhm edən. Rəhm edən, düzgün cavab. Neçə oldu? Neçə düzgün cavab oldu? Ziya. 9, 8 dənə düz. Ömərlə eynidir. Ziyad. Vaxtı dedim, 2 dəqiqə 44 saniyə. Geç orada otur da. 2 dəqiqə 44 saniyə. Oldu bu. Ziyad, bu rəqəmlərdən birini seç. Ha? 12. Bismillah. Deməli 12. Birinci sual. Hansı mələk vəhiy getirdi? Cəbrail, Mikail, İsrafil, Əzrail. Vəhiy mələk hansıdır? Cəbrail, Mikail, İsrafil, Əzrail. Bayaq Zeyd səhv tapdı. Mikail dedi Zeyd, səhv dedi. Təkrar da. Hansıdır? Cəbrail, Mikail, İsrafil, Əzrail. Cəbrail düzdür. Təkrar da. Peyğəmbərimizin sallallahu əleyhi və səlləm hicrəti neçə il çəkdi? 1 il, 2 il, 3 il, tək bir səfərdə idi. Hicrət. 1 il, 2 il, tək bir səfər. Birinci düzdür. Çəkilən Quranda ən çox adı çəkilən peyğəmbər kimdir? İbrahim, Musa, İsa, Yusuf. Siz demeyin. Birinci İsa, düzgün cavab Musa'dır, səhvdir. Hansı surə Ummul Kitab adlanır? Əl-Bəqərə, Yasin, Fatihə, İxlas. Kitabın hansı surədir? Bəqərə, səhvdir. Fatihə surəsi. Hansı ən böyük İslamda neçə həlak edici böyük günah var? 5, 7, 10, 12. Sən də ən çətinini seçmişsən. Atanın sözünə qulaq asma. Birinci nə? Vaxt gedir. 5, səhvdir, 7. Allahın təkliyi hansı surə izah edir? Kafirun, Fələq, Nəs, İxlas. Düzdür. Qədr surəsi hansı ayədə keçir? Bəqərə, Qədir, Tövbə, Nisa. Qədir, düzdür. Quran-ı Kərimdə neçə surə var? 114, düzdür. İslamın 5 əsas şərtindən biri deyil, burada olanlarda biri deyil. Zəkat vermək, namaz qılmaq, oruç tutmaq, həccə getmək, cihad etmək. Hansı 5 şərtdən biri deyil? Düzdür, cihad etmək İslamın şərtlərini deyil. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem neçə yaşında vəfat etmişdir? 60, 63, 65, 62. Yox, 63. Səhvdir. 2 dəqiqə 35 saniyə. İkiden sonra. İkiden sonra. Deməli, buradan sualları gördünüz də, buradan iştirak etmək istəyən var. Ali. Hamburg, və ad yazdırmamışsınız. Ali çıka gel. Ad yazdırmamışsınız. İştirak etmək istəyirsiniz. 2 nəfər iştirak istəyir. Sən. Hayır Ali çıka. Daha geciktin, biraz tez ol. İsmail'a yaz. İsmail hansını seçsən? 6. Tez biraz. İsmail, Quranın qorunacağı hansı surədə Allah vəd etmişdir? Bəqərə, Hicr, Fətir, Nisa. Bunu heç mən də bilmirəm. Düzgün cavab Hicr surəsi. Səhv. İkinci sual. Peyğəmbərin sallallahu aleyhi ve sellem təvəkkülə dair hədisində nə deyilir? Allaha layiqli təvəkkül edin, sadəcə dua edin, qorxmayın, tövbə edin. Təvəkkül barəsində hədisdə nə deyilir?
Allah'a layiqli təvəkkül edin, sadəcə dua edin, qorxmayın, tövbə edin. Hə? Səhv, təvəkkül edin, səhvdir. Əzanın sonunda hansı dua okunur? Rabbena atina, Allahumma Rabbena həzihi dəvət təmmə, Subhanəkə, Bismillah. Lak çətindir o. Çətinin seçim. A, B, C, D. A, B, C, D. Birində. Bir, düzdür. Dördüncü sual. Kur'an'da ilm kelimesi neçə dəfə keçir? 100, 150, 300, 500'den çok. Ha? 500'den çok. İslam'ın tarixine göre ilk qiblə haradır? Məkkə, Mədinə, Qüds, Şam. Səhv. Ha? Səhvdir, Qüds. Hansı surə Kur'an'ın anası sayılır? Bəqərə, Fatihə, İxlas, Fatihə. Səhvdir. Hansı surədə Allah səbr edənlərlədir buyurur? Bəqərə, Kəf, Fəcr, Nəs surəsi. Bu nə qədər düzdür? Əlimiz deyil. Həcdə daş atmağa harada baş verilir? Məkkə, Mina, Ərəfə, Mədinə. Deyim onu. Daş atmaq. Məkkə, Mina, Ərəfə, Mədinə. Hə? Səhvdir, Mina. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm sonuncu döyüşü hansıdır? Xəndək, Təbuk, Bədir, Uhud. Birini deyirəm. Təbuk, düzdür. Fitrə zəkatı nə üçün verilir? Qurban vermək üçün, Ramazanda olan qüsurları təmizləmək və ehtiyaclara kömək üçün, əvəz ödəmək üçün, bayram hədiyyəsi üçün. Fitrə zəkatı nə üçün verilir? Qurban üçün, Ramazanda olan qüsurları təmizləmək və hə? Səhvdir. Keçəcəm. 2 dəqiqə 28 saniyə. 3 dənə düz. Zıbış da gibi. 28 saniyə. 2 dəqiqə 28 saniyə. İboy. Hə, sonuncu gəlsin. Sən də şəkildə istəyirsən, baş şəkil yaz sonra. Olsun, yaz. 4 tane çay. Yok da. Seç birini seç. O bütün uşaqlar da qalıb, bəli. Bir, Yaxın gəldi. Ha, birinci sualı. kebapxanada. Adı nədir, adı nə? Adəm. Adem Aleyhisselam. Adəm, birinci sualda deyir ki, İslamın 5 əsas şərtindən biri hansıdır? Namaz, oruc, həc, hamısı. Diqqətlə qulaq as. İslamın 5 şərtindən biri hansıdır? Namaz, oruc, həc, hamısı. Ziyad, get buradan. Sən də İsmail, gedin buradan. Gedin. Kim cavab verir, gedin. Ağıllılar. Adəm tez ol. Hamısı. Düzdür. Kur'an'da adı çekilen ilk peygamber kimdir? İbrahim, Musa, Nuh, Adem. Düzdür. Adem. Tevekkül ne demektir? Çalışmak, ümit etmek, Allah'a güvenmek, sabretmek. Allah'a güvenmek, səhvdir. Kur'an'ın 1/3 hesab olunan sure hansıdır? Fatihə, Əsr, İxlas, Yasin. Səhvdir, İxlas suresi. Cümə günü hansı xüsusi namaz qılınır? Zöhr namazı, sübh namazı, cümə namazı, əsr namazı. Düzdür, cümə namazı. Kur'an'da en çok adı çekilen peygamber kimdir? Musa, İsa, İbrahim, Muhammed. Musa, düzdür. Bismillahirrahmanirrahim hansı ibadetin əvvəlində oxunur? Oruc, namaz, zəkat, həc. A, B, C'dir. Səhvdir, namaz. Peyğəmbərin məşhur duası Allahın məhdinə nə ilə bağlıdır? Elm, doğru yol, səbir, rizq. Doğru yol, düzdür. Leylətul Qadr hansı surədə keçir? Qədr surəsində, Kəvsər, Nəs, Fəcr surəsində. Qədr gecəsində, düzdür. Hədis nə deməkdir? Ayə, Quran təfsiri, Peyğəmbərin sözü, namazın duası. Düzdür. Neçədir? 1 dəqiqə 50 saniyə. 7 dənə düz. Deməli, daha saniyəyə başla. Ən çox cavab verən kimdir? Düzgün cavab. Qarşıdan qız. Zeyddən Ömər. İlqar. Ömər idi. Gəlin bura.
İlqar artıq yoxdur. Bir dənə artıq yoxdur. Əli qonaq Bakıdan gəlib. Qardaşım uşağı. Gel bakalım. Bismillah. Siz en çok sağ verdiğinize göre size hediye. Allah'ıma bəli. Gələn dəfədə siz də daha yaxşı çalışarsınız, daha çox hədiyyələr qazanarsınız. Deməli, uşaqlar, siz də gəlin, siz də əli boş göndərməyim. Sizə də hədiyyələr vereyim. Manatda. Sən götürdün, gör. Pul var içində. Pullar var içində, git evdə açarsın. Mən də gəlim o yerdə. Restorana bağlıyor. İnşallah. Gələn dəfə, cəb olarsa gələn dəfə inşallah suallarda sizə çəkəcəz. 16 yaşı olmayacaq, söz. Deməli, o birisi uşaqlar gəlsin. Omar. Ha, 12 yaşdan 12-13 yaşlar. 14 de gelsin, 14 de. 12, 13, 14. 12, 13, 14. 3 nəfərlər onlar. Gelin 12, 13, 14. Zıbı. 12, 13, 14. 15-14 deyəndə kimdir ayları ölçən? Belə durun qardaşlar o tərəfdə. Deməli 12, 13, 14. Adları yazın. Biriniz yazın adını. Mansur getdi. Üçkanı elə dön. Ha, orada adları yaz. Okuqar, adları yaz. Biriniz yaz. Ha, Yusuf yaz. Nələ? Yok, başka. Yusuf yaz. Deməli, birinci başlayaq Sarfan. Şahbaz. Şahbazın adını yaz. Şahbaz, o rəqəmlərdən birini seç. Aşağı döyür. Aşağı. Ora var. Önüsü var abi bizdən. 10. Gebeləklər də bu. 5 manat qazanırdı gəbələr. Gebeləklər də güllə şəkərlər. Deməli 10-cu bənddə suallar. Yox. Bismillah. Quranda ən qısa surə hansıdır? Fəth, Kövsər, Nas, İxlas. Ənər. Kövsər, düzdür. Münafiqlər haqqında ən çox məlumat verilən surə hansıdır? Bəqara, Münafiqun, Nisa, Tövbə. Münafiqun surəsi. Düzdür. Üçüncü, təqva nə deməkdir? İbadət, arzu, Allahdan qorxaraq onun əmrini yerinə yetirmək, səbir. Düzdür, Allahdan qorxaraq onun əmrini yerinə yetirmək. Ən fəzilətli dua vaxtı hansıdır? Sübh, axşam, gecə, iftar vaxtı. Gecə yarısı. Səhvdir. Oruç tutan şəxsə nə deyilir? Musalli, musafir, saim, mütəvəkkil. A, B, C, D. Yox, səhv yazmışam. Oruç tutan da saim. C saim idi, hə, düzdür. Quranda hansı qadının adı keçir? Xədicə, Ayşə, Fatimə, Məryəm. Məryəm, düzdür. Səhabələr kimlərə deyilir? Peyğəmbəri görüb iman edən, tabinlər, əhl-i beyt, imamlar. Peyğəmbəri görüb iman edən, düzdür. Zəkat verilməsi üçün nə qədər mal olmalıdır? Əlində olan hər şey 85 qram qızıl, aylıq maaş, sədəqə qədər. Zəkat verilməsi üçün nə qədər pul olmalıdır? Səhvdir, 85 qram qızıl qədər. 9-cu sual. İnnə lillahi və innə ileyhi raciun ayəsi nə zaman oxunur? Namazda, yatmazdan əvvəl, müsibət zamanı, səfərə çıxanda. Müsibət zamanı, düzdür. 2 dəqiqə 5 saniyə. Düzdür. Bir dənə səhv oldu. Bir dənə səhv oldu da, sən harada qalmışsan? Biz 10'da yoxsan 9 deyirsən. Hə? 4'də 2 dənə səhv oldu, hə, 2 dənə səhv oldu. Neçənci sual idi səndə? 10? 2 dəqiqə 5 saniyə. Sən kimsən? Sən adın nədir?
Aras? Ənəs. Neçə yaşın var? 13. Ənəs, oradakı suallardan birini seç. 2, 3, 4, 5, 8, 9, 13. 5. Sənə biri 5. Enes 5 bir Enes. 5 bir. Deməli, birinci sual. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem neçə il Məkkədə dəvət etmişdir? 10 il, 13 il, 15 il, 20 il. Səhvdir, 13 il. Həc ibadəti nə vaxt yerinə yetirilir? Ramazan ayında, Zilhiccə ayında, Şəvval ayında, Məhərrəm ayında. Həc nə vaxt olur? Ramazan, Zilhiccə, Şəvval, Məhərrəm. Səhvdir, Zilhiccə ayında. Quran-ı Kərim hansı dildə nazil olmuşdur? Fars, ərəb, ivrit, türkçə. Hə, Ənəs. Quran nə dilində? Ərəb, düzdür. İxlas surəsi nədən bəhs edir? Zəkatdan, namazdan, tövhiddən, orucdan. Hə? Namazdan, tövhiddən. Səhvdir. Hansı ayədə Allah hər şeyi biləndir ifadəsi keçir? Bəqərə, Kəf, Müminin, çox ayədə. A, B, C, D. Vaxt gedir. Çox ayədə, düzdür. Təvəssül nədir? Vasitəsi qoymaq, təfsir öyrənmək, namaz qılmaq, səcdə etmək. B. Səhvdir. Məkkəyə hicrət edən ilk müsəlmanlar necə adlanır? Ənsar, mühacir, səhabə, tabiin. Mühacir, səhvdir. Peyğəmbərimizin sallallahu aleyhi ve sellem etdiyi ilk döyüş hansıdır? Bədir, Uhud, Xəndək, Taif. A, B, C-dir. Bədir döyüşü, düzdür. Qədir gecəsində hansı mələk nazil olur? Mikail, İsrafil, Cəbrail, Əzrail. Cəbrail, düzdür. Quran-ı Kərimdə hansı heyvan adı ilə surə yoxdur? Fil, inek, qarışqa, aslan. Hansı adda şey yoxdur? Fil surəsi var, səhvdir. Aslan. Gəl bura. Neçədən səhv? 6 dənə səhv. Deməli, Şahbaz, sən qutarmadın, keç qırağa. Zubeyir, Zubeyrin adını yaz. Dəqiqə 2 dəqiqə 19 saniyə. Sən qurtardın? Qurtardın. Zubeyir, seç. 2. İslamda ilk vəhiy hansı ayədə idi? Fəth, İqra surəsi, Yasin surəsi, Mülk surəsi. Mülk surəsi səhvdir, İqra. Hansı ibadət hər il Ramazanda yerinə yetirilir? Zəkat, həc, oruc, namaz. Ramazan ayında. Sən Ramazan ayında zəkat verirsən, oruç tutursan. Səhvdir. Səbirli olmaq haqqında Quran hansı surədə xüsusilə vurğulayır? Səba, Əsr, Bəqərə, Nisə. Əsr surəsi. Peyğəmbərimizə sallallahu aleyhi ve sellem səhvdir, səhv. Peyğəmbərimizə sallallahu aleyhi ve sellem hicrət etdiyi şəhər hansıdır? Məkkə, Mədinə, Taif, Şam. Mədinə, düzdür. İnnə ə'teynəkəl kəvsər ayəsi hansı surədə? Kəvsər, düzdür. Quranda neçə ayə var? Təqribi. 6236, 5000, 7114. Ayə. Düzdür. Cümə günü xüsusi olaraq oxunması tövsiyə edilən surə hansıdır? Bura. Cümə günü hansı surə oxunur? Kəf, Mülk, Rəhman, Fəth. Kəf, düzdür. Hansı surə tövhidə aid olan surədir? Kövsər, İxlas, Ləhəb, Nəs. Tövhidə aid. Səhvdir, İxlas. Peyğəmbərin sallallahu aleyhi ve sellem əhl-i beyti kimlər davam edib? Ayşə radiyallahu anhdan, Xədicə, Fatimə, Saudə. Səhvdir, Fatimə. Quranın qorunacağını Allah hansı surədə bildirir? Nisə, Hicr, Bəyyinə, Maidə.
Hicr düzdür. 1.57. Zubuşlar, bu ne ki? Zubir 2 tutar. Neçə dənə düz oldu? Neçə dənə səhv oldu? Sən adın nədir? Hə, Elgün yaz. Hansını seçsən? 3. Kıymetlerimizi seçiyor. Bir seçim olur. Değil. Bir seçimler. Sual. İslam'da şehadet kelimesi nedir? Eşhedü en la ilahe illallah ve eşhedü enne Muhammeden Resulullah. Bismillahirrahmanirrahim. Subhanallah ve bihamdih. Allahu Ekber. Şehadet kelimesi. A, B, C, D. Şehadet kelimesi nedir? Eşhedü en la ilahe illallah. Yoksa Bismillahirrahmanirrahim. Yoksa Subhanallah. Yoksa Allahu Ekber. Ha? Birinci. Düzdür. Peygamberin sallallahu aleyhi ve sellem əmrisi Əbu Talib İslam'ı kabul etti. Bəli, xeyr. Xeyr, səhvdir. Zəkat verilməli olan mal növü hansıdır? Ərzaq, suda yaşayan heyvanlar, qızıl və mal dövlət, torpaq. Qızıl və mal dövlət. Səhvdir. Məscidlərin ən fəzilətlisi hansıdır? Əqsa, Haram, Nəbəvi, Quba. Səhvdir, Haram. 5-ci sual. Ramazan ayında oruç tutmaq kimə vacibdir? Uşaqlara, xəstələrə, müsafirə, həddi buluğa çatan sağlam müsəlmanlara. Düzdür. İslamda elm öyrənməyə hökmü nədir? Fərzdir, müstəhəbdir, məkruhdur, yalnız alimlərə vacibdir. Elm öyrənmək. Səhvdir, fərzdir. Peyğəmbərin sallallahu aleyhi ve sellem məhşur vida xütbəsi harada oxunmuşdur? Məkkədə, Mədinədə, Ərafədə, Müzdəlifədə. Məkkədə, səhvdir, Ərafədə. İmanla oruç tutanın savabı nədir? Cənnətdə ev, günahların bağışlanması, qəlb rahatlığı, yüksək məqam. Düzdür. Əhl-i Beytdə kimlər daxildir? Peyğəmbərin ailəsi, sallallahu aleyhi ve sellem, səhabələr, alimlər, tabinlər. Əhl-i Beytə. Düzdür. Əhl-i Beyt. 9 ciddi deyə, 9 elə. Yox. A, B, C, D. Səhvdir. Peyğəmbərin ailəsi. Cümə günü hansı dua daha çox qəbul olunur? Sübh duası, cümənin son saatı, gizli dua, xütbə vaxtı edilən dua. Düzdür. 2 dəqiqə 46 saniyə. Kim qaldı? Sən? Sonuncusan? Umar Sən də varsan? 16 yaş olmayacaq Umar. Olacaq. Sənin neçə yaşın var? 14 yox. 14 var, hə 14 var. 15'den 16 qalıb ha. Seç 4, 8, 9, 13. 9. Adını dinən birinci. Kenan. La ilahe illallah keliməsinin mənası nədir? Allah'tan başqa ibadətə layiq ilah yoxdur. Müsəlmanam, namaz vacibdir, tövbə et. Düzdür. İkinci, zöhr namazı neçənci namazdır? Birinci, ikinci, üçüncü, dördüncü. Düzdür. Səcdə sözünün mənası nədir? Rüküyə getmək, alnı yerə qoymaq, əl açmaq, namazı bitirmək. Düzdür. Hə, hamısı düzdür. 3 də düzdür. Dördüncü sual. Tez oldu Yusuf. Hansı sura Kur'an'ın ürəyi salır? Bəqərə, Kəf, Yasin, Mülk. Düzdür. 5-ci sual. Rəbbimiz Kur'an'da hansına and içir? Kur'an'a, əsr vaxtına, ulduzlara, hamısı. Düzdür.
6-cı sual. Əshab-ül Kəhf nə deməkdir? Səhabələr, qəhrəmanlar, mağara yoldaşları, yəhudilər. Əshab-ül Kəhf. Səhabələr. Səhvdir, mağara yoldaşları. İslamda fərz nə deməkdir? Tövsiyə olunan, vacib olan, məkruh olan, məsləhət olan. Düzdür. 8-ci sual. Ən çox ayəyə sahib surə hansıdır? Bəqərə, Ənam, Nisa, Əl-İmran. Düzdür. Peyğəmbərin sallallahu aleyhi ve sellem hicrəti hansı ildə başladı? Bədir döyüşü, Məkkənin fəthi, Qureyşin təqibi, Məddəyə köçmək. Hicrət. Düzdür. Ramazanda orucun niyyəti nə vaxt edilir? İmsakdan əvvəl, gün doğandan sonra, axşam əzanla. İmsakdan əvvəl. Düzdür. 1 dəqiqə 48 saniyə. Sağ olun. Bahadır. Və sonuncu, Ona asan düşür. O bəzi uşaqlara çətin düşür, ona düşür. adın nədir? Muhammed yaz. 4, 8, 13. 8. Sağ olun. Suallar, bir fikirler sonra. Sən kimin olsan? Kimin? Rafiq, hə. Muhammed, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem neçə dəfə həcc etmişdir? 1, 2, 3, 4. Səhvdir. Ya eyyuhəllezine əmanu ifadəsi nə deməkdir? Ey insanlar, ey iman gətirənlər, ey məxluqlar, ey münafiqlər. Düzdür. Ramazanda edilən fitrə zəkatı nəyi təmizləyir? Malı, bədəni, orucu, qəlbi. Orucu. Ən uzun ayə Quranda hansıdır? Səhvdir. Bəqərə, Nisa, İmran, Əl-İmran, Kəhf surəsi. Düzdür. İslamda oruc nə deməkdir? Müharibə, müqavimət, yeməmək və içməmək, yemək. Düzdür. 6. Quranda nur kəlməsi hansı mənanı verir? Qaranlıq, elm, işıq, qüvvə. Nur kəlməsi. Səhvdir. İşıq kəlməsi. Hansı surə qəlblərin şəfası kimi tanınır? Nəsf, Fələq, Fatihə, İxlas. Fatihə surəsi. Səhvdir. Zəkat verilməyənlər arasında kimlər var? Yetimlər, fəqirlər, Peyğəmbər nəsli, borclular. Zəkat düşmür onlara. Kimlərdir onlar? Yetimlər, fəqirlər düşmür. Yetimlər düşmür. Düşmür. Fəqirlər, Peyğəmbər nəsli, borclular. Ha, A. Səhvdir. Peyğəmbər nəsli. Tutub elə də yetimlər. Yetimlərlə nə işin var sən? Yetimlərə zəkat düşür. Mən deyəm düşmür. Peyğəmbərin nəslindən zəkat düşmür. 9-cu sual. Səhvdir ya. Aha, düzdür. 9 düzdür. Allahu Qafurun duasının mənası nədir? Allah ən gözəl köməkçidir. Allah bağışlayandır. Səbirli olmaq, namaz qılmaq. Düzdür. 2 dəqiqə 6 saniyə. Necə oldu indi? Ən çox düzgün cavab verən? 5 dənə düz. Hansıdır? Bu nə yazmışsa bu başa düşmürəm. İşte gəl kömək izah elə də. Gözəl uşaq. Kimdi o? Bir dənə səhv. Kenan. Bir dənə səhv. Kenan buraya gəl. Deyirsən şey, Şah Abbas. 2 dənə səhv. Kenan bu yarışın qalibi oldu. 9 dənə düz, bir dənə səhv. 9 düz, bir dənə səhv oldu. Və sənə də belə bir hədiyyə. Amin. Allah sizdən razı olsun. Gələn dəfə daha da yaxşı hazırlaşın. Sizə də, o birisi uşaqlar, gəlin. Sizə də iştirak etdiyinizə görə, gəlin. Sizə də konvert. Yaxşı hazırlaşın. Ramazan ayında zəkat veriləcək. Və sonuncu böyüklər gəlib. 14 yaş, 15 yaş, 16 yaşlar yaxınlaşsın.
15-16 yaşına yaxınlaşsın. Bir dənə şalbaz edirəm. Omar 16'dır. Yine de ki 16. Şahbaz 15 idi, qoşulmuşdu. Bir dəli gəlsin. 16 kimdir? Oldu Allah verir. Ömer, gel Ömer, sana sual vereceğim. Выбери какой там. Bak, senin rəqibin yoxdur. Yusuf var. Yusuf, 16 yaşın vardı, Yusuf gel bura. Gel bura, 16 yaşın var, kaçma. Olmayı belə, gel bura. Toptan danışacak. 15 yaşlı var, başka. Topun razmeri neçədir? 3, 4, 5. Deməli, 42. götür, yaz bunu. Mən uduzasam. Birinci Ömer, Yusuf, ikisi yaz. Ömer, bak orada 7 tane sualdır, 1'den 7'ye kimi. Birini seç, Видно оттуда? 3. Видно оттуда? Bismillah. Birinci sual. İxlas surəsində Allah necə təsvir olunur? Tek, doğmamış və doğulmamış, gözəl və qüdrətli, rəhimli və mehriban, gizli və açıq. Birinci. Doğmamış və doğmamış. Düzdür. İslam dinində neçə rükət sübh namazı var? 2, 4, 3, 1. Düzdür. Əli ibn Əbi Talib kim idi? Peyğəmbərin əmisi oğlu və kürəkəni, Əbu Bəkrin oğlu, Məddənin hakimi, bir sahabə. Peyğəmbərin əmisi oldu. Düzdür. Təharət nədir? Təmizlik, niyyət, iman, qurban. Təmizlik. Düzdür. Neçədən sual? 10 dənə. Hə, 10 dənədir. 5-ci sual. Peyğəmbər sallallahu əleyhi və səlləm hansı qəbiləyə mənsub idi? Qureyş, Yəhudi, Ansar, Bəni İsrail. Qureyş. Düzdür. İslamda vacib olan ibadətləri etməyənə nə deyilir? Günahkar, şəhid, səbirli, təqvalı. Günahkar. Düzdür. İslam dinində ilk məscid harada tikilmişdir? Quba, Məkkə, Qüds, Taif. Düzdür. Əzrail hansı vəzifəni yerinə yetirir? Can alma, vəhiy getirmək, qanadlı mələk, qoruyucu. Əzrail bəzi rivayətlərdir. Aha. Ты вопрос, A, B, C, D. вопрос понял? C. Səhvdir. Что ты сказал? C. Quranda neçə ayə var idi? 6236, 6000, 6666, 1140. 6000. Hə? 6000. 6200 yoxsa 6000, 6666 yoxsa? 6260. Hə, 6236 düzdür. Peyğəmbər sallallahu əleyhi və səlləm sonuncu vəsiyyəti nə idi? Namaza diqqət edin, elm öyrənin, dostlarınızı sevin, səbirli olun. Sakit olun. Demək, Zımışlar. tarixə kömək eləmək istəyir. Daha bilir. A. Düzdür. Ne bırakalım? Neçə də səhv neçə də düzdür? Bir dənə saat 900. 2 dəqiqə 38 saniyə. Азраиль не знаешь, что за ангел? Малик Маут, да? Ne zaman? Evet, sen de. 8 saniyə. Другие подумают, да? Yusuf, seçmedin. Elhamdülillah. 5 oldu. Koy. Olsun olsun da. Ya anne dostum yetsin. İnsan şu. Ну, ты же слышал, Гумар, что ты первый раз слышал? Что Азраиль? Ben görmüşüm sen ya. Diyeceğim ben sana. Ən rahatı. İslam dinində neçə əsas şərt var? 5, 3, 7, 4. Düzdür. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Məhəmmədin ata adı nə idi? Abdullah, Əbu Talib, Abdülmuttalib, Əbu Bakır. B. Əbu Talib səhvdir. Abdullah. Quran-ı Kərim hansı dildə nazil olmuşdur? Ərəb dili, fars dili, türk dili, ərəb dili, düzdür. Hər gün 5 dəfə qılınan ibadət hansıdır? Namaz, oruç, həcc, zəkat. Gündə 5 dəfə. Ha tamam. Namaz düzdür.
Məscid-ül Əqsa harada yerləşir? Qüds, Məkkə, Mədinə, İstanbul. Əqsa məscidi. Qüds, Məkkə, Mədinə, İstanbul. Məkkədə? Məkkədə Kəbə deyil. Səhvdir. Ramazan ayından sonra gələn bayram hansıdır? Hə? Diqqətlə qulaq asın. Dinləmişəm ki, cavabları. Ramazan ayından sonra gələn bayram hansıdır? Ramazan bayramı, Qurban bayramı, Hicrət bayramı, Təvəllüd bayramı. İlişidir. Qurban bayramı Ramazan bayramından sonra gələn bayram. Ramazan ayından sonra gələn bayram Ramazan bayramıdır. Səhvdir. Düzgün cavab Ramazan bayramı. İxlas Kafirun. Son surəsi. Axırıncı. Ha. Nəs, Fələq, İxlas. Nəs. Düzdür.